kardioloq. Bizim ürək damar klinikası şəxsi müəssisə də olsa, cəmaət arasında böyük hörməti var. Bilirsən ora kimlər gəlir? Matan xanım. Bankirlər, biznesmenlər, hətta 2 nəfər. Yuxarıdan onların hamısı öz ürəklərini bizə etibar eləyiblər. Bala, mən axşam uçuram, xarici orada vacib işlərim var. Sən artıq işə başlaya bilərsən. Matan xanım, Bəli. Gənc kardioloqun qulluğunda olarsan. Baş üstə. Matan xanım, necəsiz? İşlər necədir? Darıxmışam siz üçün. Bir soruşum görüm, o bizim gənc kardioloq nə tərdir? Onun atası mənim deməli köhnə tanışımdır. Gərək onun üçün hər bir şərait yaradaq. Matan xanım, nə olub? Kimisə düzgün müayinə eləmir? Əksinə, Hə. tam sağaldıb. Kimi? Sabir müəllimi, Sabir müəllimi? Akif müəllimi, Akif müəllimi? Saday müəllimi, Saday müəllimi? Qurban müəllimi, Qurban müəllimi də. onu da. Matan xanım, tez o gənc kardioloqu mənim yanıma çağır. Baş üstə. Doktor gəlmək olar. Gəl! Bakın. Və adam balası da Qurban müəllimi sağaldar, onun kimi məsuliyyətli xəstə yox deyə hər ay gəlir, ürəyini yoxlatdırır, nə ona məsləhət gördü, gedir, müalicə olur. Ondan sonra filan qədər pul xərcləyir. Axı onun əldə ciddi bir problem yox idi. Bir kurs müalicə ilə sağaltdım. Harda görünüb ki, həkim xəstəni tam sağalsın. Böyle yüngülvarı məşğul oldun, bəsdir də. Elə eləmək lazımdır ki, 2-3 aydan sonra o yerdə də gəlsin. Buna baxayım. Aqil müəllim, Şamil müəllim. Rasim müəllim. Vay, 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 vay. Bu kişilərin ürəyi bizim klinikanın çörək ağacıdır. Sən də gələn kimi götürmüsən mişarı, başlamısan bizim çörək ağaclarının budaqlarının canına, xırtdan başlamısan kəsməyə. Axı mən... Nə axı? Sən bilirsən bu klinikanın nə qədər xərci var? İcarə pulu, insanların maaşı, qaz pulu, işıq pulu. Vergi. Hələ mən vergini demirəm. Sabah vergi gələndə ona nə cavab verəcəyim? Deyəcəyim ki, bağışlayın. Bizim gənc həmkarımız, necə deyərlər, bizim çörək ağaclarımızı yiyib, dağıdıb. Qalmışıq pulsuz. Gəl. Üzr istəyirəm, Araz müəllim gəlib sizi soruşur. Hansı Araz? Bankara? Hə, onu kardioqram çıxartmağa göndərmişdim. Yəqin cavabları gətirir. Otur yerindən tərpənmə. Onu Araz müəllimin yaxına buraxmaq olmaz. Özüm məşğul olacağım bu ilə. Matan xanım, Bəli. onu da sağaldar, evimiz yıxılar.